Bismillahirrahmanirrahim. Və salatu və selamu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi və səlləm təsliman kəsiran ilə yevmiddin əmmə bəd. İnşallah bugünkü dərsimizdə əziz qardaşlar, Allah Azza və Cəllə Quran-ı Kərimdə bizə əzəmətli bir məsələ haqqında bildiriş edir. Və buyurur ki, Allah Azza və Cəllə qiyamət günü hər kəs sorğu-sual olunacaq. Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, وَقِفُوهُمْ اِنَّهُمْ مَسْئُولُونَ. Allah buyurur ki, onları dayandırın, onlar sorğu-sual olunacaq. Həqiqətən bu ayə qiyamət səhnəsinin bir kadrını təsvir edir. Yəni, günahkar cəhənnəmə gedərkən, cəhənnəmə sürüklənərkən, bu haqda Allah Azza və Cəllə buyurur ki, onları saxlayın, həqiqətən onlar sorğu-sual olunacaqlar. Və təfsir alimlər deyiblər ki, bu məqam, bu yer, hansı ki Allah Azza və Cəllə deyəcək ki, onları saxlayın, onlar sorğu-sual olunacaq. Alimlər buyururlar ki, bu məkan Sirat körpüsüdür. Hamı buradan keçmək istəyəcək, Sirat körpüsündən. Birdən əmr gələcək ki, yəni, onları saxlayın, onlar sorğu-sual olunacaqlar. Həmçinin bu halda təsəvvür et ki, günahkar artıq günahkarın hökmü verilib, günahkar gedir cəhənnəmə girməyə. Yenidən bir dəfə də Allah onları saxlatdıracaqdır. Yəni, hələ sizin sorğu-sualınız bitməyib. Həqiqətən də dəhşətli bir səhnədir. İbn Abbas radiyallahu anhu buyurur ki, həmin şəxslər, yəni bütün insanlar, bütün sözləri və əməlləri haqqında hesaba çəkiləcəklər. Yəni, hər birimiz müsəlman olaq, mömin olaq və yaxud kafirlər, hər kəs danışdığı sözlərə görə, etdiyi əmələ görə sorğu-sual olunacaqdır. Aləmlər Rəbb Allah Azza və Cəllə buyuracaq ki, وَقِفُوهُمْ اِنَّهُمْ مَسْئُولُونَ. Onları saxlayın, onlar hesaba çəkiləcək, onlar sorğu-sual olunacaq. Bu xüsusda Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, qiyamət günü deyir, Adəm oğlunun ayaqları qiyamət günü bu 4 şey barədə sorğu olunmadan tərpənməz. Yəni, qiyamət günü insan 4 şeydən sorğu-sual olunmadan ayaqları tərpənməz. Yəni, yerində qalar. Birinci, Allah Azza və Cəllə soruşacaq ki, gəncliyini hara sərf etdin? Yəni, mən sənə gəncliyi verdim, mən sənə qüvvət verdim, güc verdim. O gəncliyini nəyə sərf etdin? Sonra buyuracaq ki, ömrünü nəyə həsr etdin? Yəni, mən sənə ömür verdim. 50 il, 60 il, 70 il ömür verdim. Bu da bir neymətdir. Bunu necə sərf elədin? Ömrünü necə sərf elədin? Sonra üçüncü sual Allah Azza və Cəllə buyuracaq ki, malını hardan qazandın və nəyə xərclədin? Diqqət edin, burada Allah Azza və Cəllə qulundan soruşacaq ki, malını hardan qazandın? Birinci qazancı soruşur. Və qazancla kifayətlənmir. Ola bilsin halal qazanmısan və yaxud ola bilsin haram qazanmısan. Və halal qazanmısansa nəyə xərclədin? Allah buyuracaq. Çünki hədisdə gəlir ki, malını hardan qazandın və nəyə xərclədin? Hansı şeylərə xərclədin malını? Bunu da soruşacaq. Tək halal qazanmaqla şərt deyil. Onu hara sərf etmirsən? Bu da şərtdir. Sən bunu Allah yolunda sərf etmirsənmi? Yoxsa elə öz yolunda sərf etmirsən, öz ailənin yolunda sərf etmirsən, yəni İslama bir faydan olubmu, bir cəmaata bir faydan olubmu, Allahın dininə yardımın olubmu o malla, o mülklə, o parayla? Allah soruşacaq bunu səndən. Sonra dördüncü sual, elmin ilə nə etdin? Allah Azza və Cəllə bəzi şəxslərə elm nəsib edir. Yəni onlara elm verir. Və Allah deyəcək ki, o elmlə nə etdin? O elmlə əməl etdinmi? O elmlə mənim dinimə fayda verdinmi? İnsanları mənim dinimə dəvət etdinmi? İnsanları mənim haramlarımı çatdırdınmı? Mənim əmrlərimi, qadağalarımı onlara çatdırdınmı? Allah Azza və Cəllə soruşacaqdır. Yəni, təsəvvür edin ki, əziz qardaşlar, qiyamət günüdür. Yəni, bir orada səhnəyə baxın, həqiqətən dəhşətli bir səhnədir. Birdən səda gəlir, onları saxlayın. Onlar sorğu-sual olunacaqlar. Birdən səndən 4 şey soruşulur. Ey qulum,
gəncliyini hara sərf etdin? Ey qulum, ömrünü nəyə sərf etdin? Ey qulum, malını hardan aldın və hara xərclədin? Ey qulum, sənə elm bəxş etdim. Elm sənə əta etdim. O elmini necə sərf elədin? Ona görə, əziz qardaşlar, daim diqqətli olun. Baxın, bu ayəni unutmayın. Allah Azza və Cəllə qiyamət günü deyəcəkdir ki, onları saxlayın. Onlar sorğu-sual olunacaqlar. Həmçində təfsir alimləri deyirlər ki, Allah deyir, qiyamət günü bütün bəndələrini saxlayacaq. Bütün bəndələrini. Onlara verdiyi nemətlərdən, göndərdiyi elçilərdən, buyurduğu deyir, əmr və qadağalardan soruşacaq. Bütün qullar saxlanacaqdır. Allah sənə verdiyi nemətləri haqqında sorğu-sual edəcəkdir. Və sənə göndərdiyi elçi haqqında sorğu-sual edəcəkdir. Buyurduğu əmrlər və qadağalar haqqında səndən sorğu-sual edəcəkdir. Allahın hansı əmrlərini yerinə yetirdin, hansı qadağalarından çəkindin. Bunu İbn Kəsir rəhmətullah aleyh buyurur. Qurtubi rəhməhullah bu ayənin təfsirində buyurur ki, bu sorğu-sual bütün insanlara aiddir. İman gətirənə də, inkar edənə də. Hər kəs öz əməlinə görə cavab verəcəkdir. Hər kəs öz əməlinə görə cavab verəcəkdir. Ona görə Təbəri rəhmətullah aleyh bu ayənin təfsirində buyurur ki, orada o ifadədə ki, Allah Azza və Cəllə buyurur ki, biz hər kəsi sorğu-sual edəcəyik. Bu həqiqətən də məsuliyyətdən heç kimin qaça bilməməsi üçün bir ibrətdir. Yəni, bir məsuliyyət var qarşıda, deyir. İmam Tabari deyir. O məsuliyyətdən də heç kim qaça bilməyəcək. Heç bir şəxs. Kim olursan ol. İstəyirsən padşah ol, istəyirsən kölə ol, azad insan ol, peyğəmbər ol, salih insan ol. Kim olursan ol. Qiyamət günün məsuliyyətindən heç kim qaça bilməyəcəkdir. Çünki ayədə, əziz qardaşlarım, baxın ayəyə diqqət edin. İkinci bir ayə var. Birinci ayədə Saffat surəsi 24-cü ayə deyir. Allah deyəcək ki, onları saxlayın, onlar sorğu-sual olunacaqdır. İkinci ayə diqqət edin, əziz qardaşlar, Hicr surəsi 93-cü ayədir. Allah buyurur ki, Fəvərabbikə, Rəbbinə and olsun, lənəsələnnəhum əcməin, əmmə kənu yə'məlun. Rəbbinə and olsun ki, onların hamısını sorğu-sual edəcəyik dünyada etdiyi əməllərinə görə. Burada əziz qardaşlar, Allah deyir ki, lənəsələnnəhum əcməin, hər kəsdən sorğu-sual edəcəyik. Alimlər deyir ki, bura rasullar, nəbilər, siddiqlər, şəhidlər, salih insanlar, zalim insanlar, hər kəs daxildir. Allah and içib, Rəbbinə and olsun deyir, hər kəsi sorğu-sual edəcəyik. Etdiyi əməllərinə görə. Yəni, and var, əziz qardaşlar. Allah Azza və Cəllə and içib. Hər kəs bu dünyada etdiyi əməlinə görə sorğu-sual olunacaqdır. Sonra, əziz qardaşlarım, üçüncü sorğuya baxın. Birincidə Allah Azza və Cəllə buyurur ki, saxlayın onları, sorğu-sual olunacaqlar. İkincidə Allah Azza və Cəllə buyurur ki, Rəbbinə and olsun, onlar hamısı İnsanların belə də mərtəbəsindən, fəzilətindən aslı olmayaraq hər kəs sorğu-sual olunacaqdır. Üçüncüyə baxın, əziz qardaşlar. Allah Azza və Cəllə buyurur ki, ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَ إِذٍ عَنِ النَّئِمِ. Allah buyurur ki, sonra, yəni qiyamət günündə hər kəs nemətlərə görə sorğu-sual olunacaqdır. Hər kəs nemətlərə görə sorğu-sual olunacaqdır. Birinci, əziz qardaşlar, böyük məsuliyyət, sorğu-sual olacaqdır. İkinci and var. Üçüncü isə artıq sənə verilən nemətlər haqqında sorğu-sual olunacaqsan. Allah Quran-ı Kərimdə buyurur ki, və in ta'udu ni'mətallah la tuhsuha. Allahın nemətlərini saymağa başlasanız, onu sayıb qurtara bilməzsiniz. Yəni, Allahın sənə saysız, hesabsız nemətləri var. Bu nemətlərin hamısı haqqında Allah Azza və Cəllə səni sorğu-sual edəcəkdir. İbn Kəsir bu ayənin təfsirində buyurur ki, burada Allah Azza və Cəllə buyurur ki, bu ayədə, Təkəssür surəsi 8-ci ayədə, bizdir onların nemətlər haqqında sorğu-sual edəcəyik.
Allahın nemətləri də sayısı hesabsızdır. İbn Kəsir bu ayənin təfsirində buyurur ki, burada deyir Allah Azza və Cəllə sağlamlıq neməti haqqında sorğu-sual edəcək biz. Deyəcək, ey qulum, mən sənə 50 il sağlamlıq verdim. 50 il sən sağlam yaşadın. 50 il sən xəstə olmadın. Yüngül xəstəliyi oldu, şəfasını verdim sənə. Və ya 70 il sən xəstə olmadın. Yəni, belə deyək də, yataq xəstəsi olmadın. Gözünə belə deyək, nur verdim. Qulağın eşitməsini azaltmadım. Sənə qüvvət verdim, güc verdim. Sağlamlığı verdim sənə. Bu nemətdir. Bunun qarşılığı hanı? Çünki Allah bir neməti verirsə, o nemətin cavabı olmalıdır, qardaşlar. O nemətin cavabı olmalıdır. O nemətə sən cavab hazırlamalısan. Sonra buyurur ki, İbn Kəsir rəhməhullah, bura həm gözlər də aiddir, qulaqlar da aiddir, ağız da, yemək də, içmək də, təhlükəsizlik də bura aiddir deyir. Əminamanlıq da deyir Allah Azza və Cəllənin bir nemətidir. Hətta İbn Abbas radiyallahu anhu bu ayənin təfsirində buyurur ki, sərin su içmək belə Allahın sənə nemətidir. Bunların hamısını deyir, haqqında sorğu-sual olunacaqsan. Allah deyir sənə sərin su içizdirir, sərin su. Sərin su içirsiniz hal-hazırda. Yəni bu haqda qiyamət günü sorğu-sual olunacaqsınız. Vallahi billahi. O Allahın nemətidir. İbn Abbas deyir ki, sərin suya görə belə bir sorğu-sual olunacaq. Və bu haqda bir hədis var. Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Bəkir və Ömərlə birgə bir ənsarın evinə gedirlər. Bu ənsar bunlara qonaqlıq verir. Və orada bunlar sərin su içirlər və yemək yeyirlər. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bu içdiyiniz suya görə, yediyiniz yeməklərə görə qiyamət günü Allaha cavab verəcəksiniz. Yəni, bu nemətlərə görə qiyamət günü sorğu-sual olunacaqsınız. Bu hədisi Tirmizi rivayət edib. Bu qardaşlar, bu dərsdən belə deyək də, ibrətli bizə mesajlar var. Birinci mesaj odur ki, nemət yalnız belə deyək, dillə təşəkkür, dillə qarşılıq olmur. Məsələn, Allah sənə nemət verir, sən o neməti yalnız dillə qarşılayasan. Allahım sənə həmd olsun, mənə ruzu verdin. Allahım sənə həmd olsun, mənə sağlamlıq verdin. Və əziz qardaşlar, bununla yanaşı o nemətlərin cavabı da var. Allah verdiyi sənə neməti onun yolunda xərcləməlisən. Sənə sağlamlıq verib, sağlamlığı Allah yolunda sərf et. Sənə mal-mülk verib, o mal-mülkü Allah yolunda sərf et. Yəni, verdiyi nemətlərin qarşısında bir cavab hazırla. Çünki Allah Azza və Cəllə buyurur ki, biz qiyamət günü qullarımıza verdiyimiz hər nemət barəsində sorğu-sual edəcəyik. Yəni, alimlər deyirlər ki, şükür nemətə veriləcək ən əsas cavabdır. Yəni, şükür nemətə veriləcək ən əsas nədir? Cavabdır. Nemət verilir, şükür edirsən. Və şükür də, əziz qardaşlar, necə olur? Dil ilə, qəlbi ilə, bir də əməllər ilə. Sən əgər şükrü dildə deyib, qəlbində onu anlamırsansa, başa düşmürsənsə, sənin bu şükrün doğru şükür deyil. Və yaxud dilində deyirsənsə, qəlbində bilirsənsə, icra etmirsənsə, sənin şükrün doğru deyil. Yəni, nemətlərə qarşı, əziz qardaşlar, ən gözəl cavab şükürdür. Və bu şükrü dil ilə, qəlb ilə və əməllər ilə göstərməlisən. Əksin etsən, artıq nankör olacaqsın. Allah Azza və Cəllə sənə nemətlər verir, sən o nemətləri israf edirsən. Və israf həqiqətən də şükürsüzlüyün əlamətidir. Əgər Allah sənə verdiyi nemətləri israf edirsənsə, bu şükürsüzlüyün əlamətidir. Çünki israf olunan hər bir nemətə görə insan cavabdehlik daşıyır. İmam Şafi rəhməhullah bu haqda deyir ki, əgər sənə bir tikə çörək, bir içim su verilibsə və sənin başın üstündə bir kölgə varsa, sənə dünya verilmişdir. Təsəvvür et ki, Allahu Akbar. Deyirlər, Allah əgər sənə bir içim su veribsə, bir tikə yemək veribsə
və kölgənəcək veribsə sənə, kölgənəcək yəni bir sığınacaq veribsə sənə, bir ev bəxş edibsə Allah sənə de dünya verilmişdir. Ali ibn Əbi Talib deyir ki, nemətlər şükürlə qorunar, nankörlüklə yox olar. Nemətlər Allaha şükürlə qorunar. Nankörlük isə yox olar. Baxırsan, əlhəmdülillah, yəni Allah Azza və Cəllə bizə sağlamlıq neməti verib, bizə ruzi neməti verib, sığınacaq, ev neməti verib və iş neməti də verib. Bununla yanaşı görürsən ki, insanlarda narazılıq var. Təqribən 3-4 saat bundan öncə bir yerdə idim. Yəni, iki usta söhbət edirdilər. Usta deyir ki, mən bu işdən bezmişəm, mən bir daha bu işi işləməyəcəm. Mən ustaya dedim ki, sən bu işlə nə əldə etmirsən? Dedi, əlhəmdülillah, ev tikmişəm, uşaqlarımı oxuzdurmuşam, maşın almışam və s. və s. və s. Deyirəm, Allah həmd olsun, Allah bu iş nəticəsilə, yəni sənin, belə deyək, dünyada rahatlığını verib. Əlhəmdülillah, evin var, maşının var, övladlarını oxuzdurmuşsan, ailəni saxlayırsan, bu işin nəticəsindədir. Amma deyirəm ki, sən bu nemətin qarşılığında Allaha nankörlük edirsən, bu işə nifrət edirsən. Əslində, sən əgər şükür etsən, Allah sənə olan nemətini daha da artıracaq. Daha da çox nemət sənə bəxş edəcək. Deyim, sənin kimi insanlar var ki, bu iş nemətinə həsrətdirlər. Evləri yoxdur, maşınları yoxdur, övladlarına təhsil verə bilmirlər, normal həyat yaşaya bilmirlər. Sən bu nemətə görə Allaha təşəkkür et. Necə ki, Allah Quran-ı Kərimdə buyurur, əgər şükür etsəniz, sizə olan nemətimi daha da artıraram. Yəni, aləmlərin Rəbbi Allah Azza və Cəllə bizə verilən nemətlər qarşılığında bizdən təşəkkür istəyir. Təşəkkür. Bu nemətlər, əziz qardaşlar, sayısız, hesabsızdır. Yəni, ayəni təkrar edirəm. Allah Azza və Cəllə buyurur ki, və in təudu nemətəllah, lə tuhsuhə. Əgər deyir, Allahın nemətlərini saymağa başlasanız, onu sayıb qurtara bilməzsiniz. Yəni, Allah Azza və Cəllənin bizə nemətlərinin sayı hesabı yoxdur. Sayı hesabı yoxdur. Sayın, görün, sayıb qurtara bilərsiniz. Vallahi, billahi, sayıb qurtarmaq mümkün deyil. Sayıb qurtarmaq mümkün deyil. Ona görə, əziz qardaşlar, nemətlərə görə Allaha şükür etmək lazımdır. Və Həsən el-Basri deyir ki, iki nemət var ki, çox insan onlara deyir, diqqət etmir. Onlara görə Allaha şükür etmir. Bu deyir, sağlamlıqdır, bir də boş vaxtdır. Sən boş vaxtın varsa, Allaha təşəkkür elə. Boş vaxt bir nemətdir. Sağlamlıq, xəstə deyilsənsə bir nemətdir. Vücudunda olan hər bir şey Allah Azza və Cəllənin sənə nemətidir. Bu nemətlərə görə Allah Azza və Cəlləyə təşəkkür et və həmd et. Allah Azza və Cəllə sənə olan nemətini daha da artırsın. Bu ayələr, bu 3 ayə, Saffat surəsində keçən ayə, Hicr surəsində keçən ayə və İbrahim Təkasür surəsində keçən ayə, yəni insana həqiqətən gözəl bir mənəviyyat öyrədir. Bizə Allah Azza və Cəllə bu ayələrdə mənəviyyat öyrədir. Yəni, daxilimizə diqqət etməyi Allah Azza və Cəllə bizə öyrədir. Çünki burada birinci, əziz qardaşlar, mənəvi dərslik var. Burada Allah Azza və Cəllə bizə birinci şükür etməyi öyrədir. Çünki şükür nemətin zamanətidir, həqiqətən. Sənə verilən hər bir nemət o şükürlə zamanətdə olur. Sonra burada, əziz qardaşlar, həmçinin hidayət neməti də var. Ən böyük nemət var. Hidayət neməti var. Allah Azza və Cəllə sənə iman verib. Sənə belə deyək, səni müsəlman eləyib. Sənə ən şərəfli peyğəmbər göndərib. Sənə Quran göndərib. Bu da bir nemətdir. Bu nemətin qarşılığını da Allah Azza və Cəlləyə verməlisən. Bu nemətə görə Allah Azza və Cəlləyə təşəkkür eləməlisən. Əgər təşəkkür eləməsən, Allah Azza və Cəllənin sənə olan neməti azalacaqdır. Həmçinin, əziz qardaşlar, bu nemətlərin qarşılığında, həmçində insan, belə deyək, Allahın ona verdiyi nemət qarşılığında şükür eləyir və insanlara şükür etməyi öyrədir. İnsanlara şükür etməyi öyrədir. Evdə, məsələn, öz ailənə şükür etməyi öyrədirsən, uşaqlarına şükür etməyini öyrədirsən
artıq öyrədirsən. Çünki həqiqətən nankorluq pis bir sifətdir. Təsəvvür edin ki, Allah bütün misallardan ucadır. Sən övladına həyatını sərf edirsən, övladına belə deyək, ən yaxşı yeməklər yedizdirirsən, ən yaxşı evdə saxlayırsan, ən gözəl təhsil verirsən. Demək olar ki, 25 il sən övladınla məşğul olursan. Yəni, özünü belə deyək də, həyatını onlara sərf etmirsən. Bu qədər vaxtın qarşılığında, bu qədər əziyyətin qarşılığında, əgər övladların sənə şükür etməzsə, sənə təşəkkür etməzsə, sənə necə bu ağrı olar? Gedib başqasına təşəkkür etsə, gedib belə deyək də, həyat yoldaşının atasına təşəkkür etsə, öz atasına təşəkkür etməsə, sənə necə ağrı gələr bu? Necə pis gələr bu? Bu neymətləri bizə verən Allah Azza və Cəllə, bizimkilər isə gedib, üzr istəyirəm, qəbrə təşəkkür edirlər. Hansısa bir pirə təşəkkür edirlər. Övlad olur, 20 ildə övladı olmur bu adamın. Allah bunu övlad bəxş edir. Bu artıq özündə məsuliyyət daşıyır ki, mən filan ocağa getmişdim. Filan ocağa getmək səbəbi ilə Allah mənə övlad verdi, övlad nəsib elədi. Və gedir, həmin o yerə, bəlkə də 200 kilometr, 300 kilometr, həmin o yerə gedir, təşəkkür eləyir. Ey filan kəs, gəlmişdim sənin huzuruna, sən mənə uşaq nəsib elədin. Uşağı verən Allah deyir. Allaha demir ki, ya Rab, bu neyməti sən mənə bəxş elədin, sən verdin bu neyməti mənə. Allah yaddan çıxır. Gedir hansısa bir şəxsə təşəkkür edir. Həqiqətən də Allah buyurduğu kimi innəl insənə li rabbihi ləkənud. İnsan Rəbbinə qarşı çox nankordur, çox. Yəni Allahdan istəyir ki, Allah Azza və Cəllə onun bizə verdiyi neymətlərə görə ona təşəkkür etməyə müvəffəq eləsin. Hətta İsraildən bir rivayət var. Davud əleyhissalam deyir, ya Rab, bilmirəm, verdiyin neymətlərə şükür edeyim, yoxsa sənə şükür etdiyim üçün sənə şükür edeyim. Yəni artıq Davud əleyhissalam burada demək istəyir ki, ya Rab, sən mənə neymətlər vermirsən. Bu neymətlərə şükür edirəm. Amma şükür etməyin özü də var, bir neymətdir. Bilmirəm, onlara görə sənə şükür edeyim, yoxsa şükür etdiyimə görə sənə şükür edim. Burada Allah Azza və Cəllə artıq onun belə deyək də, o iftiqarın, Allaha olan zəlilliyin və Allahın ona qarşı etdiyi, verdiyi neymətlərin qarşılığını bildirir. Yəni insan görün nə qədər təfəkkür eləyib, tədəbbür eləyib ki, Allahım sənə təşəkkür edirəm, şükür edirəm. Bu özü də bir neymətdir. Çünki sənin nə qədər qulların var ki, sənə şükür etmirlər, təşəkkür etmirlər. Mən bu şükür sənə edirəmsə, bu da özü bir neymətdir. Allahdan istəyir ki, Allah Azza və Cəllə bizim daim dilimizi ona şükür edən qullardan etsin, qəlbən ona şükür edən qullardan etsin və əməllərimizlə o şükrün qarşılığını verən qullardan etsin. Əgər belə olarıqsa, vallahi billahi bizim halımız yaxşı olar və nankor qullardan olmarıq. Allah bizə işli faydalardan etsin. Subhanakallahumma bihamdik, əşhədu en la ilahe illa ent, əstəğfiruka və etûbü ileyk.